Salamlar, vaxtınız xeyir olsun. Mən Abgözəl Akşin, insan psixologiyası metodisti. Bugünkü mövzumuz ondan ibarət olacaq ki, hər hansı bir səbəbdən ən yaxın insanla kiçik bir mübahisə. Və o kiçik bir mübahisədən sonra bu insan evinə gəlimli, gedimli, yaxud sən onun evinə, yaxud o sənin evinə ailə bağlılığı və çox yaxın bir münasibət var. Və nəticə etibarilə hər hansı arada xırda bir kiçik bir mübahisədən düşmənçilik yaranır. Baxırsan, gedikləri hissələr ayrı deyil, bitdi, getdi. Bu da adətən insanların bəzən pisliyini istəyib gizlin şəkildə fəaliyyət, onlara maneə törədən insanlar olur. Və həmin bir-birinə yaxın olan və daima bir-birinin xeyrində, şərində dəstək olan insanlar bir də baxırsan qanlı bıçaqlı düşməndirlər. Sizi buna vadar edən nə? Bir oturun, bir el məsələ var, deyir, papağımı qoy qabağıma fikirləş. Oturun, bir söhbət edin, görək, danışın. Bunu qaynaqlanan səbəb nədir? Bəlkə kənardan bir müdaxilə var və düşündükdən sonra, analiz etdikdən, təhlil etdikdən sonra ortaq nəticəyə gəlinir ki, həqiqətən də kənardan edilən bəzi kiçik xırda, ondan gələn kiçik, bundan gələn kiçik və nəticə etibarilə kiçik olub böyük. Və bunlar da fərqində deyil ki, mübahisə kimdən qaynaqlanıb, kimdən başlayıb. Ona görə hər zaman çox yaxın münasibətlərə diqqətli olmalısınız. Olmalısınız ki, heç kəs buna müdaxilə edə bilməsin. Çünki ən yaxınları bəzən ayırmaq istəyən çox insanlar olur. Bu qədər. Suallarımız olduğu təqdirdə ya sizin suallarınız, yaxud seans şəklində bura suallar da yükləyə bilərik. Qoşula bilərsiniz seanslarımıza, yaxud suallarınızı verə bilərsiniz və hər hansı bir qane edilməyən cavab olduğu təqdirdə soruşa bilərsiniz. Bu qədər.